Hər vaxtınız xeyir əziz izləyicilər. Qəzetimizin bugünə olan buraxılışı ilə birlikdə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugün olan buraxılışımız 12 səhifədən ibarətdir. İlk səhifəmizdə Cənub qaz dəhlizi, Azərbaycanın liderliyi ilə fəal tərəfdaşlıq formatı başlığı ilə yazımız dərc edilib. Cənub qaz dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Cənub qaz dəhlizinin məqsədi Şahdəniz qaz kondensat yatağının istismarının ikinci mərhələsini həyata keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz qaz boru kəməri, Trans-Anadolu boru kəməri və Trans-Adriatik boru kəməri vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. İlham Əliyev, inkişaf məqsədimizdir. Çox cildliyinin 142-ci kitabı çapdan çıxıb. Bu məlumat isə ikinci səhifəmizdə yer alıb. Çox cildliyin 142-ci kitabında toplanmış materiallar 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına dək olan dövrü əhatə edir. Yeni kitabı Azərbaycan prezidentinin ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatına yekdilliklə üzv seçilməsi münasibətilə Türkiyə, Misir, Pakistan və İran prezidentlərinə təşəkkür məktubları daxil edilib. Bizin 3-cü səhifəsində isə Azərbaycan dünya mediasında rubrikasında Vestnik Kavkazda Evropa Today, TRT Avaz və Anadolu Agentliyinin ölkəmizlə bağlı dərc edilmiş məlumatları yer alıb. Günün siyasi nəbzi isə 4-cü səhifəmizdə tutulub. Belə ki, bu səhifədə Avropa enerjini Bakıda axtarır başlığı ilə maraqlı bir yazı dərc edilib. Azərbaycan həm də enerji diplomatiyasının müasir modelini formalaşdırır. Bu sözgedən sahədə beynəlxalq konsensus və əməkdaşlıq platformaları yaradır. Məhz Bakıda keçirilən enerji forumları, Cənub qaz dəhlizi məşvərət şurası çərçivəsində nazirlərin görüşləri Azərbaycanın dünya enerji sahəsindəki mühüm rolunu nümayiş etdirir. 5-ci səhifəmizdə yerləşdirilmiş məlumatların başlıqlarını sizə təqdim edirik. Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın Mif adlı fərdi sərgisi açılıb. Nizami Kino Mərkəzində Tağıyev Çar bədii filminin təqdimat mərasimi olub. Regional konfrans. Son olaraqsa Akademik Musiqili Teatra yeni direktor təyin olunub. Azərbaycan diktə edir. Brüssel görüşünün siyasi yekununa qısa nəzər başlıqlı yazımızda 6-cı səhifəmizdə dərc edilib. 2022-ci il 6 aprel tarixi rəsmi Brüssel diplomatiyasında önəmli bir gün idi. Avropa İttifaqı Şurasının o vaxtki prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gəldi. 4 saatdan çox davam edən bu görüş təkcə vaxtla deyil, siyasi çəki və tarixi əhəmiyyət baxımından da böyük rezonans doğurdu. Qəzetimizin 7-ci səhifəsində isə Qarabağa qayıdışla bağlı yazılarımız dərc olunub ki, bu yazılardan biri Böyük qayıdış, sülhü və rifahı ehtiva edir başlığı ilə verilib. Uzun illərin həsrətindən sonra Qarabağ torpaqları artıq yeni nəfəs və gələcək ümidlərlə doludur. Belə ki, bu dəfə Ağdərənin su qovuşan ərazisinə 53 ailə, yəni 174 nəfər köçürülüb. Burada geniş miqyaslı layihələr icra olunur. Viran qalmış kəndlər, dağıdılmış şəhərlər dirçəldilir. Səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində quruculuq ruhu hər tərəfdə hiss olunur. Bu yerlərə həyat şərəfli qayıdır. 8-ci səhifəmiz isə mədəniyyətlə bağlı yazılara həsr olunub. Bu yazılardan biri Realist Şeir Məktəbinin yaradıcısı başlığı ilə Molla Pənah Vaqifə həsr edilib. Bədii irsi tam olaraq dövrümüzə gəlib çatmasa da, Molla Pənah Vaqifin şeirləri bu gün də sevilərək oxunur. Şair ədəbi tariximizə Heca vəzni Realist Şeir Məktəbinin və erkən realizm ədəbi cərəyanının müəllifi kimi daxil olmuşdur. Əsasən şifahi xalq ədəbiyyatı ruhunda şeirlər yazmış və onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir. Günün siyasi nəbzi qəzetimizin 9-cu səhifəsində tutulub. Bu səhifədə Atlantik körpüsü sarsılmaq təhlükəsi ilə üz-üzə, Trampın yeni tarifləri və Qərbin təlaşı başlığı ilə əhatəli bir məqaləmiz dərc edilib. Tramp ABŞ-ın NATO daxilindəki lider mövqeyini yalnız güclə deyil, həm də hesab faktura ilə izah edirdi. Onun üçün bu ittifaq artıq ideoloji birliyin nümunəsi yox, qarşılıqlı balanslaşdırılmış bir bazarlıq platforması idi və bu bazarlığın qaydaları pozulursa, tərəzini düzəltmək üçün tədbirlər görülməlidir. Üstəlik, məsələ təkcə Almaniya ilə bağlı deyildi. Trump'ın fikrincə bütün NATO yükünün böyük hissəsini ABŞ daşıyır. Rəqəmlər də bunu deyirdi. Belə ki, 2024-cü il üçün NATO'nun ümumi müdafiə büdcəsi 1,18 trilyon dollar təşkil edirdisə, bunun 63,7%, yəni 754,7 milyard dolları ABŞ-ın payına düşüb. 10-cu səhifəmizdə hadisələr kontekstində rubrikasında Azərbaycan-İsrail münasibətlərinin dərin kökləri və çoxşaxəli dinamikası başlığı ilə yazımız yer alıb. Azərbaycan 1991-ci il
Oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra yeni xarici siyasət kursu müəyyənləşdirdi. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu və bu gələcək əməkdaşlıq üçün böyük və möhkəm təməl yaratdı. Rəsmi diplomatik münasibətlər isə 1992-ci il aprelin 7-sində quruldu. 1993-cü ilin avqustunda İsrail Bakıda öz səfirliyini açdı. Bu, İsrailin müsəlman dünyasındakı az sayda diplomatik nümayəndəliklərindən biri kimi xüsusi əhəmiyyət daşıyırdı. Həmçinin qəzetimizin bu səhifəsində Ermənistanın mina terroru bölgədə sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir. Parisin vicdanı uzaq sularda batıb başlıqları ilə yazımızda dərc olunub. Qəzetimizin 11-ci səhifəsində isə 7 aprel Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş yazılara yer verilib. Qlobal çağırışlar, regional reallıqlar və milli strategiyalar başlıqlı məqalədə qeyd olunur ki, 7 aprel Ümumdünya Sağlamlıq Günü Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Ümumdünya Səhiyyə Təşkilatının yaranma tarixi ilə bağlı qeyd olunur. 2020-ci ildən başlayaraq bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası sonraki illərdə isə artan münaqişələr, ekoloji böhranlar və beynəlxalq əməkdaşlıqda müşahidə olunan boşluqlar göstərdi ki, sağlamlıq məsələsi təkcə tibbi və ya sosial yox, milli təhlükəsizlik və dayanıqlı inkişaf məsələsinə çevrilmişdir. Son səhifəmizdə isə Sağlam Həyat rubrikasında 15 dəqiqədən sonra zəhərə çevrilir. Bu maddə daha çox yeməyə təşviq edilmiş. Son olaraqsa hər gün duş qəbul etmək faydalıdır sualının cavabı ilə bağlı məlumatlar dərc olunub. Beləliklə son səhifəmiz hava haqqında məlumatla da yekunlaşır. Bizim isə sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.